Dostlar, salamlayırıq hər birinizi. Bugün Julyan kəndində İsmail rayonunun monitorinq aparırıq. Gördüğünüz bu körpü Julyan və İsmailli rayonunu birləşdirən körpüdür. Deyirlər Talıstan çayıdır bu ərazi. Bizim məqsədimiz bu ərazilərdə deməli təbiətin qorunması ilə bağlı, çay yataqlarının çirklənməsi ilə bağlı informasiya almışıq kənd sakinlərindən. İndi həmən əraziləri yoxlayacağıq. Gəlin ilk olaraq başlayaq və sonra üzü yuxarı Cənnət bulağı və üzü yuxarı axırıncı belə deyək də istirahət mərkəzlərinə doğru gedəcəyik. Piyadayıq, avtomobilimiz yoxdur və belə sərf edirik. Çünki daha ətraflı əraziyə belə olanda baxış keçirə bilirik. Baxaq görə deyilənlər nə dərəcədə doğrudur, bəlkə heç real deyil. Çay yataqlarının başlayaq birincisi. Buradan həmən bax bu körpünün altından görək buralar hansı vəziyyətdədir. Vətəndaşlar doğru deyir, yoxsa bəlkə şər atırlar, böhtan atırlar. Baxaq görək. Ay maşallah, buralar gül kimidir, çiçək kimidir. Fikir ver. Bura nə gün nədir? Körpünün altı Talıstan çayı. Bax dediyimiz həmin bu ərazi. İlk olaraq buranı götürdük. Bu elə İşin başlanğıcının belə olması ürəkaçan deyil. Deyir bir işin əvvəlindən qorx, bir sonundan. İzləyin, davam edin, monitorinqimiz davam edir. Bəli dostlar, deməli həmən Talıstan çayıdır. Görürsünüz çayın yatağını zibilləyiblər. Və bu çay bizə məlumat verən mənbə bildirir ki, ta Talıstana dək və digər bu yüzdən isə digər yaşayış məntəqəsinin axırına kimi bax belə çirkablarla bulaşdırılıb. Bununla bağlı vətəndaşlar bildirir ki, heç bir tədbir görülmür, yəni aidiyyəti qurumlar. Bu çayın bir hissəsi aşağı tərəfi səhv etməmsə İsmail rayonu ərazisinə, inzibati ərazisinə daxildir. Yuxarı sağ hissəsi isə dayandığımız yerdən Julyan kəndinə aiddir. Hər halda ürəkaçan mənzərə deyil. Bu mövzunu araşdırmağa dəyir. Və biz qaydaq indi gedək, üzü yuxarı Julyan kəndinə görək, Julyan kəndində nə baş verir? Ətraf mühitdə nələr baş verir, deyilənlər nə dərəcədə realdır? İzləməyə davam edin, kanalımıza abunə olun. Bu videonun kifayət qədər paylaşın ki, hər halda geniş bir sujet olacaq. Şimalregion.az informasiya portalında gedəcək, həm də Şimal Region YouTube kanalında, Facebook səhifəmizdə, bundan əlavə Instagram və Şimal Region TikTok səhifəsində bunlar yayımlanacaq. Kifayət qədər də bunu paylaşmağınızı xahiş edirəm. Kim də yaşadığı ərazidə belə hallarla rastlaşırsa, belə zibilliklər varsa, belə natəmizliklər varsa, çəkib bizim WhatsApp xidmətimizə göndərə bilər. Deməli dostlar,
Cülyandayıq. Bax, ətraf hamısı villalarda. Hətta burada vaxtı ilə sabiq rəhbərliklərin dövründə torpaqları, meşə torpaqlarını da satıblar. Çay qıraqlarını da satıblar. Görün, gözəl ərazilərdir. Çoxu burada domiklər tikib, balaca evlər tikib, yayda arendaya vermək üçün gələn qonaqlara pul qazanmaq məqsədi ilə. Görün, çay gəlir. Hacı görün, çayın yatağını nə günə qoyublar. Fikir verin. Meşə ərazisidir. Bu kəndin icra nümayəndəsi, bələdiyyəsi, ekologiya baxan və s. əlaqədar qurumlar görəsən hara baxır. Bunların gözləri niyə bağlıdır? Hətta burada yazı vurublar ki, bura zibil atıb ölülərinizi söydürməyin. Bura zibil atan ölənlərinin görünə kamera çəkir. Yəni, nəsə belə özbaşınalıq, bax beləncik, təbiətimizə qarşı ögey münasibət, qəddarlıq, nə bilim, insanlığa sığmayan hərəkətlər yenə də davam edir. Biz davam edirik, istiqamətimiz cənnət bulağına tərəfdir. Bütün kəndlərdə, bütün İsmailin ərazisində və sonra digər rayonlara keçəcək, monitorinqləri aparacaq. Avtomobilə də ehtiyacımız yoxdur. Allaha şükür, Allah bizə möhkəm can sağlığı verib və hətta ən hündür dağlara belə, zirvələrə belə qalxmaq gücümüz var. Ev yoxdur, veşvişimizi götürəcəyik, belə deyək də, aziqəmizi götürüb qalxacaq dağlara, real vəziyyəti çəkəcəyik. Çünki ölkəmizdə COVID-29-un keçirilməsi bu dövlətimizə, dövlətimizin rəhbərliyinə olan bir etimaddır. Onu heçə endirmək ədalətsizlikdir. O etimadı doğrultmaq üçün hər kəs öz işini layiqincə görməlidir. Əgər aidiyyatı dövlət qurumları hərə öz işi ilə məşğul olsa, belə problemlər olmaz. Çox təəssüf ki, aidiyyatı qurumlar öz işləri ilə yox, başqa məsələlərlə, işlərlə məşğuldur. Biz izləməkdə davam edin. Dostlar, həmin ərazidəyik. Buralar yenə bərbad vəziyyətdədir. Həmən Cülyan çayı, fikir verin, burada yenə deməli, burada tibbi ləvazımatlar var. İstifadə olunmuş şprislər, tibbi ləvazımatlar da var. Fikir verin, diqqətlə baxsaq. Onlarla bağlı da deməli, səhv etmiriksə, təlimatda göstərilib ki, onlar istifadədən sonra yığılaraq məhv olunmalıdır. Ancaq biz əksin görürük. Onlar gətirilib belə-belə. Fikir verin, atılıbdır, iynəsi də üstündə, baxın. Bura çay yatağına gətirilib, atılıb. Keçək digər tərəfə. Baxın, burada da ifunət saçan çirkabdır. Tövlədənmi və yaxud hardansa gətirilib çay yatağına atılan bir çirkabdır. İzləyin bizi, yenə çəkilişimiz davam edir. Namiq bulağıdır bura, özünə xidmət istirahət mərkəzi. İndi gəlin, baxaq görək bu özünə xidmət mərkəzinin ətrafında, onun girəcəyində nələr var. Yenə burada selofan torbalar, tullantılar. Baxaq, üzü aşağı çayı monitoring eləyək, görək çayın içərisində nələr var. Yenə bax, fikir verir, burada da zirzibil çayın içində həmçinin. Bunlar nəzərinizə çatdıraq ki, hamısı şirin sudur, içməli sulardır. Və üzü aşağı gedəcək çayın içi ilə. Baxış keçirək. Baxın dostlar, cənnət məkana və ləzgilər deyilə bir, yəqin hər kəsə məlumdur. Yeməkxana ora gedən yoldur. Burada axırıncı evdir və gəlin indi meşənin içinə baxaq görək nə gündədir. Yəni turistlər gəlir bura, qonaqlar gəlir bura hər il. Azı gəlin görək bu ərazidə yəni təbiətimizə nə cür xidmət olunur. Yəni turistlərin burada əgər burulub bu əraziyə baxarlarsa, burada nələrlə rastlaşa bilərlər. Görün, ətraf
bütünlüklə fikir ver. Çirkab, tikinti materialından tutmuş, plasmas butulkalar və s. çirkab. Meşənin içi yenə həmçinin fikir ver. Burada yenə həmçinin bax belə natəmizlik var. Gedək üzü yuxarı. Hə dostlar, baxın burada da çirkab, çay yatağına atılan zibil görürsünüz və diqqət yetirin. Burada yenə çirkab, deməli zibillik burada da var. Qarşı tərəfdə istirahət mərkəzi var, ancaq bu istirahət mərkəzinin sahibi niyə maraqlanmır ki? Bura nə gündədir? Bura gələn turistlər və yaxud istirahət etmək üçün gələn şəxslər burada hansı ləzzəti ala biləcək, hansı belə deyək keyf çəkə biləcək sözün əsl mənasında. Burada baxış gətirək, burada da nəsə gözümüzə sataşdı zibillik. Onu da çəkək, sonra yenə davam eləyək. Belə aşağı küçədən çıxarıq. Çayın yataqlarında əslində tikinti üçün icazə verməyin özü də bir qanunsuzluqdur. Ancaq zamanında bunlara göz yumublar. Və bunun da əzabını bugün o dövlət qurumları çəkir. Ayrı edə bilmirlər ki, torpaqlar nə cür verilib, dövlət mülkiyyəti hansıdır, bələdiyyə mülkiyyəti hansıdır. Əvvəlki rəhbərliklərin dövründə baş verən özbaşınalıqlardır. Fikir verin, burada diqqətlə baxın dostlar. Bəh. Mənzərə deyə mənzərə. İndi hansı üzlə deyək ki, əlaqədar o kəndin rəhbərliyi deyəcək ki, bizdə qaydasındadır hər bir şey. Bunları bir yerə toplayıb məhv etmək, yandırmaq olar, ancaq təəssüf ki, belə şeylərə vaxt ayırmırlar. Bunların işi nədən ibarətdir? Bunlar niyə nəzarət etmir? Biz burada müraciət edirik Daxili İşlər Nazirliyinin İsmail Polis şöbəsinə və inanırıq ki, onlar bu məsələ ilə bağlı tədbir görəcəklər. Çünki qanunvericinin tələblərinə əsasən bu hərəkətlərə yol verən yerli nümayəndələr haqqında cəza tədbirləri, cərimə tədbirləri nəzərdə tutulub. Onlar tətbiq olunacaq və bu vəziyyət aradan qaldırılacaq. Turizm bölgəsidir İsmailli. Axşama kimi bar-bar bağırır ki, turistlər gəlsin, istirahət eləsin, rayona pul daxil olsun, rayonda pul dövr etsin. Bu əlbəttə yaxşıdır insanların inkişafı üçün, sahibkarlıq subyektlərinin inkişafı üçün. Ancaq hara gələcək turist? Belə zibilliklərin içində istirahət eləməyə gələcək, eşələnməyə gələcək. Har olsun buna yol verən xırda məmullara. Davam edin, bizi izləyin. Baxın dostlar, düz yolun qırağı, həmən çayın ətəyi. Diqqətlə fikir verin. Nə desəm var burada? Dostlar, bura bilirsiniz haradır? Bax, fikir verin. Burada çox bərbad vəziyyətdə. Özü də düz. Diqqətlə fikir verin. Atlas Ailəvi İstirahət Mərkəzi restoranının yanı böyründədir. Sol tərəfində üzü yuxarı qalxanda canlı musiqi olur burada. Biz iddia etmirik ki, buranın bu restoran deyək ki, sahibləri çirkləndirib, ancaq hər halda bu yaxşı hal deyil. Bura çünki turistlər də gəlir, ola bilsin tanınmış müğənnilər, sənətçilər də gəlir. Kimsə yolu bu tərəfə keçsə,
biabırçılıqdır. Deyirəm, Allah Taala bizə hər cür gözəllik verib Azərbaycanımıza, bölgələrimizə. Biz insanlar naşükürük, qədir bilməzik, qiymətin bilmirik, dəyər verə bilmirik. Çünki özümüzə dəyər vermirik. Dostlar, həmən yerdəyik. Çay, fikir verin, diqqət edin. Çayın şirin su və çayın içinə baxın. Çayın içindəki fikir verin. Sirkabı görürsünüz. Tullantılar çayın içərisində, düz suyun içində. Və digər tərəfə baxın. Fikir verin. Diqqətlə baxın, xahiş edirik. Görürsünüz. Tullantılar bax çaya atılır və üzü aşağı bu hal davam edir. Çəkilişimiz davam edir. Baxış keçirməkdə davam edirik, izləyin. Dostlar, burada da var zibillik. Bax, həmən ərazidir. Düz yolun qırağıdır, fikir verin. Yolun qırağıdır. Deməli, hələ üstünə daş dökülüb. Burada da var və diqqətlə baxın, çayın digər sahilinə baxaq. Diqqətlə baxın, baxın. O digər sahildə də burada da suyun qırağına butulka qırıqları atılıbdır. Zibil atılıbdır. Həmən çayda dostlar tikinti materiallarından tutmuş məişət tullantılarının hamısı. Burada bura atılıb. Həmən çayda bax, yuxarıda fikir verin. Bayaq sizə dediyimiz ərazi. Baxın, orada çayın lap böyündə, hətta çayın suyun içində də var. Fikir verin diqqətlə. Bu ərazidə də kifayət qədər çirkab var. Tullantılar atılıb çaya. Dayandığımız yeri də qəşəng hamarlayıblar. Yəqin ki, satacaqlar buranı. Çay yatağının kənarında torpaq satmaq məncə olmaz. Bu gələcəkdə daşqınların baş verərkən böyük fəsadlara gətirib çıxardar. Özü də Cülyan kəndində olmuş, tez-tez olur belə sellər. Ancaq nədirsə, yəqin ki, bəzi məmurlara çatmır da bütün bu qanunların tələblərinə əməl etmək istəmirlər. Dostlar, baxın, çayın içi, yenə çayın düz qırağı, yaşayış masivi də var burada. Baxın, buradakı antisanitar vəziyyətə baxın. Baxın. Görün burada hansı kökdəyir. Bura əməlli başlı zibillikdir, zibilxanadır. Həm insanlar yaşayırlar burada, həm də zibillik yaradıblar. Və buradan aşağı xüsusilə çox biabırçı vəziyyətdədir bu ərazilər. Xüsusilə biabırçı vəziyyətdədir. Fikir verin, çayın içi diqqət edin dostlar. Bax, su axır. Şirin su adı ilə də insanlar bundan istifadə edir. Hətta itlər də burada artıq məskən salıblar. Və üzü aşağı, bax, diqqət edin dostlar, diqqət edin. Baba. Görürsünüz zibillikləri. Bu çay ta ki az qala aşağı Qəbələ İsmaili yoluna kimi bax bu vəziyyətdədir. Hədsiz mındarçılıq, ifunət qoxan, zibil. Burada nə desəm var. Və sizi bir daha qeyd edirik ki, bu məsələ ilə bağlı əsas günahkar olan, belə deyək, kəndin icra nümayəndəsidir, bələdiyyəsidir, deyək ki, əgər şəhərə qoşulubsa, onun nümayəndəsi var da, bura bələdiyyə indi birləşdi.
Burada yaşayış məntəqələri var. Bax, insanlar yaşayır zibillikdə. Onların günahıdır. En azından bu zibilliklərin bura atılmaması üçün insanlara şərait yaratmaq lazımdır. Zibil qabları qoymaq lazımdır və yaxud maarifləndirmə işləri aparmaq lazımdır. Və digər tərəfdən də bunu edənlərə qarşı cəza tətbiq etmək lazım ki, etməsinlər. Və digər tərəfdən günahkar şəxs kimi biz bilirik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional ekologiya təbii sərvətlər idarəsi. Bunların müfəttişləri var, əraziyə baxan nümayəndələr var. Onların başı da başqa xoşa gəlməz işlərə qarışıb, öz bizneslərini qurub, kimisi çay yatağından çınqıl satır, kimisi qum satır, kimisi nə bilim meşə qıranı güdür, meşə qıranlarla əlbir edir, brakonyerlərlə əlbirlik şəraitində iş görürlər. Və ona görə də bax, çaylarımız, təbiətimiz bu cür məhv olub gedir. Cülyan kəndinin rəhbərliyi konkret olaraq qeyd etdiyim kimi icra nümayəndəliyi və bələdiyyəsi yerində deyil. Bu bir mənalı sübuta yetdi. Monitorinqumuzun nəticəsinə görə 0 qiymətləndiririk. Müraciət edirik İsmail rayon icra hakimiyyətinin başçısı hörmətli Nahid Bağırova tədbir görsün, əlindən gələni etsin. Və Daxili İşlər Nazirliyinə, İsmail rayon polis şöbəsinə müraciət edirik, hörmətli Vüqar müəllimə ki, qanunda nəzərdə tutulan cərimələr adı çəkilən bu rəhbər şəxslərə tətbiq olunsun və onlar cərimənin nə olduğunu, təbiətin ətraf mühitin çirkləndirilməsinə şərait yaratmağın nə olduğunu bilsinlər. İçməli suyun içindən gedən bax, bu suda taun, nə xəstəlik desən olar. Aşağı axı məntəqələrdə, yaşayış məntəqələrində, aşağı rayonlarda bu sudan istifadə edir insanlar. Malqara istifadə edir. Belə özbaşınalıq, belə tərbiyəsizlik, belə deyək ki, təbiətə qarşı belə amansızlıq olarmı? Bunun adı yoxdur, adam dilinə gətirə bilmir. Görün, fikir verin, dağlara baxın, meşələrə baxın, füsunkar təbiət adama gəl deyir. İlin hər fəsili buralar gözəldir. Ancaq insanlar niyə belə qəddardılar, niyə təbiətə qarşı belə acımasızdılar, bundan baş çıxarma olmur, bunu başa düşmək olmur. Dostlar, çox sağ olun. Cülyan deməli kəndindəki, İsmail rayon Cülyan kəndindəki monitorinqimizi sona yetiririk və çox bərbad vəziyyətdədir bu ərazilər və bizi izləməkdə davam edin. Monitorinqlərimiz digər kəndlərdə və qəsəbələrdə davam edəcək. Sizlər də hardasa rastlaşsaz belə mənzərələrlə çəkin, bizə atın. Biz nömrəmizi də qeyd edəcəyik. Həmin nömrənin WhatsApp xidmətinə ata bilərsiniz. Kimliyinizi də əgər istəməzsiniz adınızın hallanmağını, onun sizin kimliyinizi də gizlətməyə söz veririk. Sağ olun, sağlıqla qalın.